Səsim aydın eşidilirmi? Zəhmət olmasa bu barədə bir məlumat verək. Əgər yaxşıdırsa hər şey başlayaq dərsə. Salam müəllim, axşamınız xeyir. Bəli, gəlir müəllim. Salam. Əla. Dərsdən sonra dərsin PDF-ini bütün hesablarımda paylaşacağam. Yəni narahat olmayın. Əslində biz dünən müəyyən bir yerə qədər gəlmişdik, amma bu gün mən yenidən başlayacağam və hər kəs öz cavabını R bölməsində qeyd edəcək yenə də. Başlayaq birinci sualdan. Biz ilk 10 neçə sualı artıq sizdən cavabını istəməyəcəm. Çünki biz bu belə deyək də. Aha. Çünki biz bəzi sualların cavabına baxmışdıq məncə. Ona görə düşünürəm ki, elə bunlara gəlin davam eləyək. Və kimsə əgər belə deyək, R bölməsinə keçid eləmək istəsə, zəng daxili mesajlarla keçid eləyə bilər. Məsələn, onu da göstərim sizə. Məsələn, burada bəzilərində sağdadır, bəzilərində isə burada 3 nöqtə vurandan sonra mesajlar bölümü gəlir. Oradan da girə bilərsiniz. Daxil ola bilərsiniz R bölməsinə. Vaxt itirmədən gəlin başlayaq birinci sualımıza. Birinci sualımızda bizə deyir ki, deməli, birdə bizə nə deyir? Ədədin faizinin tapılması. Ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurmaq lazımdır. O zaman nə edirəm? 80-in 40%. 80 vurulsun 40 bölünsün 100. Bu da bərabərdir 32. Doğru cavab Y variantı. İkinci suala baxaq. X və Y qarşılıqlı sadə olduğuna görə, o zaman burada nə baş verir? Deməli, 0-da bunu çevirim adi kəsrə. Bu olur 90-da 36 minus 3 bərabərdir 90-da 33. Bu da ixtisar gedir 3-ə 11 bölünsün 30. Və adam mənə X və Y-i qarşılıqlı sadə dediyinə görə, ona görə artıq biz burada prosesi dayandırırıq. Çünki elə bil ki, bu X böl Y nisbətinə bərabərdir. Buradan X-lə Y qarşılıqlı sadədir, bunlar da qarşılıqlı sadə olmalıdır. Ona görə X bərabərdir 11, Y bərabərdir 30. Və ikisinin cəmi də mənə 41-i verir. Doğru cavab C variantı. Bu da belə. Sonra üçüncü suala baxaq, zəhmət olmasa. Üçüncü suala baxaq. Deməli, adam bizə deyir ki,
Bir dənə baxaq, siz cavab verin. Xəmir bişirildikdə çəkisinin 40%-ni itirir. Və 500 kiloqram xəmirdən neçə kiloqram alınar? Baxın, burada cümlənin mahiyyətinə diqqət eləmək lazımdır. Mənə alınar deyir. Alınar deyirsə, o zaman 500-ün 40%-ni itirirsə 60%-i qalırdı. 500-ün 60%-ni tapacam. Qalanı tapacam. 300. C variantı. Uşaqlar, əgər kimsə hansısa sualda çətinlik çəkirsə və yaxud da başa düşməsə, səsi açıb deyə bilər. Yəni heç bir problem yoxdur. Canlı şəkildədir dərsimiz və səsi açıb müəyyən təbii ki, etik çərçivəsində öz sualını verə bilər. Sonra baxaq 4-cü suala. Əslində 4-cü sualı dünən izah eləmişdik. Yenə də baxaq. Baxın, əvvəlcə qabdan 6 alma, sonra qalan almanın 1/3 hissəsi və daha 6 alma götürmüşəm. Diqqətlə qulaq asaq. Deməli, tutaq ki, qabda olan alma olsun x. Qabdakı almanı mən x götürüm. Dərsimizi mən qeyd eləyirəm. Sonradan YouTube-da yerləşdirəcəm. Kimsə baxmaq istəməsə, oradan da baxacaq. Deməli, qabda x qədər alma var. Birinci 6 alma götürmüşəm. Diqqətlə qulaq asaq. Birinci halda 6 alma götürdüm. 6 alma götürəndən sonra nə qalır bizdə? Sonra qalan alma. Qalan olur x minus 6. Bu qalandır. Sonra qalan almanın 1/3-ni götürmüşəm. İkinci halda 1/3-ni götürmüşəm. X minus 6-nın 1/3-ni götürmüşəm. Bu 3/1. 3/1 içəri vursam olacaq 3/1x çıxılsın 2. Bu götürdüyümdür. Götür. Belə. Bu götürdüyümdür. Ümumi bunu götürmüşəm. Və daha 6 alma götürmüşəm. Götürdüyüm nədir? Birinci 6 alma götürmüşdüm. Üzərinə götürdüyüm 3/1x minus 2 qədər bunu götürdüm. Sonra yenə də 6 alma götürmüşəm. Üstə gələk 6 alma və nəticədə qabdan almanın yarısı qədər qalıbdı. Yarısı qalanı da tapmaq üçün ümumidən götürdüyümü çıxacam. Bərabərdir x bölünsün 2. Tənliyimiz bu cür olacaq. Artıq bundan sonra biz tənlik əldə edəcəyik. Yəni əsas bura qədər gəlmək idi. Bura qədər gəldinsə vəssalam da bitdi. Əsas bu tənliyi qurmaq idi. Olacaq deməli x çıxılsın 12 plus 3/1x çıx 2 bərabərdir x bölünsün 2. Deməli x çıxılsın 12-dən 2-ni çıxıram 10. X çıx 10 üstə gələk, daha doğrusu çıxaq 3/1x bərabərdir x bölü 2. Bunu 6-ya vurum, kəsirdən azad eləyək də bunu. Kəsirdən azad eləyəndə nə olur? 6x minus 60 çıxılsın 2x bərabərdir 3x. 4x də bərabərdir 60. Əvvəlcə nə qədər alma var idi? 60 alma. D variantı. Bu da belə. Məncə aydındır. Yenə də kiminsə sualı varsa buyurun. Gözləyirəm. Müəllim, axşamınız xeyir. Olarmı 1 dəqiqə məsələn vaxt verəsiniz, biz yazaq, ondan sonra izah eləyəsiniz? Bunu mən dünən izah vermişdim. 13-ə qədərmi yoxsa 14-ə qədərmi? Sadəcə olaraq mən ona görə izah eləyəcəm, eyni suallardır deyə. Ondan sonra vaxt verəcəm, siz yazasınız. Aydındır, çox sağ olun. Davam edək. Deməli 5-ci suala baxaq. Hanı 5? Bura baxaq. Deməli burada bizə nə deyir? X-in Y-ə nisbəti 3-ün 4-dədir. Sonra Y-in Z-ə nisbəti 2-nin 5-ədir. Burada fikir verin. Y həm 4-lə əlaqəlidir, həm 2 ilə əlaqəlidir. Bu biraz bizə çətinlik törədər deyə və ya problem olar deyə
Ona görə bunu mən nə edirəm? Bunu 4-ə gətirmək üçün hər tərəfin 2-yə vuracam. Hər tərəfin 2-yə vuranda nə baş verir? Uşaqlar, cavab yazanda misalın nömrəsini də yazın zəhmət olmasa. Hər tərəfin 2-yə vursam 4, 2-yə vursam 10. Buradan x-ə deyirəm 3k, y-ə deyirəm 4k, z də olur 10k. Və ümumi cəm 3k, 4k, 10k bərabərdir 680-ə. 3, 4, 7, 17k bərabərdir 680-ə. K da bərabərdir 40-a. K 40-dırsa, x-i tap deyir. X də bu idi da bizdə. Fərqli rənglə göstərək, daha gözəl alınsın. 3 vurulsun 40, 120. 2020-də düşüb. Bu mən dünən də dedim və indi də deyirəm. 2020-də düşən suallar görürsünüz ki, sadədir və getdikcə artır. Bu da təbii ki, normaldır, başa düşüləndir. Çünki inkişaf olduqca bəzi şeylərin də çətinləşməsi normaldır. Aha. Deməli, 2 ədəd götürə bilərik ki, hasili bizə 180 versin, əbab da 6-nı versin. Elə buradan aydın şəkildə cavabımız 30 ilə 6 olduğu görünür da. Bəli, doğru cavab A variantıdır. 30 ilə 6 olduğu buradan görünür. Sonra davam edək. 7-ci suala baxaq. 7-ci suala baxaq. İşimiz olsun 100. İşimiz olsun 100. Deyir, əvvəl işin 60%-ni, daha sonra qalan işin 30%-ni. İşin 60%-ni görürəmsə, qalanı tapım. 100 minus 60 bərabərdir 40, qalan budur. Qalanın 30%-ni görmüşəm. 40-ın da 30%-ni tapıram. 40 vur 30 bölü 100 bərabərdir 12. Bu görüləndir. Neçə faizi görülməmiş. Əvvəl qalan 40 idi. Görülən 12-dir. 40-dan 12-ni çıxıram, qalır 28. Bu son qalandır. Bu da 28 də birincinin 100-ün neçə faizidir? Elə 28 faizidir da. Doğru cavab B variantı. Belə. Yenə də deyirəm, əgər kiməsə nəsə aydın olmasa, səsi açıb deyə bilər. Təbii ki. Sonra 8 nömrəli tapşırığa baxaq. Deməli, sahəsi 42 hektar olan əkin yeri nisbətindədir. Təbii ki, nisbətsə mən dəyişən daxil eləməliyəm. Biri olur 3x, biri olur 4x. Bunların cəmi 7x bərabərdir 42. X bərabərdir 6. Kiçik hissə təbii ki, budur da. 3 vur 6 bərabərdir 18. Doğru cavab B variantı 8-dir. Siz nə yazmısınız? B variantı, bəli. Sonra 9 nömrəli tapşırığı gəlin birinci sizə verim. Siz baxın, sonra bir yerdə baxarıq. Maraqlı bir sualdır. 9-a baxın zəhmət olmasa. Hı. 27 dənə birinci hissə topla, bəli, var naturalda. 27 doğru cavabdır. 27-ni ilk yazan bəs kim idi bizdə? Aydan xanım, Nərmin xanım, Bəşir bəy.
Gəlin baxaq. Hər kəs diqqətlə qulaq asır dərsə. Hər kəs diqqətlə qulaq asır dərsə. Daha doğrusu suala. Baxın, nə deyir? Bu olsun böyük akvarium. Bu olsun orta akvarium. Bu olsun kiçik akvarium. Deyir ki, kiçik akvariumda 2 dənə, orta akvariumda 4 dənə, böyükdə də nə qədər 6 dənə balıq var. Deyir ki, ümumi 60 balıq varsa ən çox neçə akvarium istifadə oluna bilər? Akvariumun sayı çox olması üçün nə olmalıdır? Böyüklərdən ən az götürməliyəm mən. Yəni akvariumun sayı çox olması üçün 2 dənə olan daha çox olmalıdır ki, belə akvariumda çox olsun. Məsələn, bir dənə tutaq ki, 60 dənə balığı sən 5 dənə akvarium götürsən, hərəsinə 10 balıq. Amma 10 dənə akvarium götürsən, hərəsinə 6 balıq. Görürsənmi? Balıq sayı, ümumi balığın sayı az olanda daha çox akvarium lazım olur. Ona görə 6 və 4 akvariumdan bizə bir dənə lazım olacaq hərəsindən. Yəni 10 balığım getdi. 60-dan çıxıram 10-u, qalır 50. Və 50-ni də 2 dənə balıq tutan neçə akvarium lazımdır? 50-ni bölürəm 2-yə 25. 25 dənə 1 2. Ümumi 27 dənə. Zəhmət olmasa hamı baxsın görək aydın olmayan nəsə varmı? İnşallah növbəti suallardan ilk yazanların da adını qeyd edəcəm. Belə. Sonra 10 nömrəli suala baxaq. 10 nömrəli sualda bizə nə deyir? 25 idi, niyə 27 oldu? Çünki 25 dənə buradan 2 dənəlikdir. Axı əvvəldən də 2 dənəsini mən 6 və 4 dənədən də hərəsinin bir dənə götürmüşdüm. Ona görə cəmi 27 dənə. Ona görə. 10 nömrəli tapşırığa baxaq. Ümumiyyətlə burada bir məsələni qeyd edeyim ki, sizə biri 3-ün qüvvətidir, biri 5-in qüvvətidir. 3-ün və 5-in qüvvətləridir deyə burada ortaq yoxdur. Yəni qarşılıqlı sadə olduğuna görə əkop bunların hasilinə bərabərdir. 5 üstəyim. Əbob da 1-ə bərabərdir. Bərabərdir 133-ə. 3 vurulsun 3 üstü n-in yerinə 2m yazıram. Vur 5 üstü m. Vur 5 üstü m bərabərdir 135. Deməli, 3 vurulsun 3-ün kvadratı üstü m vur 5 üstü m bərabərdir 135. Deməli, 3 vurulsun 9 üstü m vur 5 üstü m bərabərdir 45-ə, ya da 135-ə. 3 vurulsun, biz bildiyimiz xassiyyə görə bunu bu cür göstərə bilərik. Bərabər 135. Hər tərəfini 3-ə bölsəm, ya da belə yazaq. 3 vur 45 üstü m bərabərdir 135. 45 üstü m bərabərdir 45-ə. Buradan da m-i 1 alıram. M 1-dirsə, gətirib şərtdə yerinə yazsam, n-i də 2 alıram. M plus n də bərabər olur 3-ə. Bu da belə. Kimə nə aydın olmadısa, buyura bilər. Davam eləyək 11 nömrəli tapşırıqla. 11 nömrəli tapşırıqla. Yaxşı, 11-ə siz baxın, sonra bir yerdə baxarıq. Gəlin baxaq. Deməli, 10 saat birlikdə. Nömrələrini də yazaq zəhmət olmasa uşaqlar. Çünki mən ümumi adları da çəkəcəm inşallah.
Nihat və Muradın düzəltdikləri çərpilənç. Bu 5 saatda qırmızı ilə yazaq da bunu gözünüzə xoş görünsün. Deməli bu 5 saatda 40 dənəsini hazırlayıbsa, 1 saatda hazırlayacaq 8 dənə. 8 ədəd, 8 dənə fərqi yoxdur. Sonra Murad 8 saatda 32 ədəd hazırlayıbsa, o zaman 1 saatda hazırlayacaq 4 dənə, 4 dənə fərqi yoxdur. 4 ədəd. Və bunlar deyir ki, eyni məhsuldarlıqla 120 çərpələnci neçə saniyə hazırlayarlar, neçə saata hazırlayarlar. Biri 8 dənə, biri 8 ədəd, 4 ədəd. 8 + 4 bərabərdir 12. Ümumi 120 çərpələnci ilə bölürəm 12-yə bərabərdir 10. Doğru cavabdır. Da belə. 11-də doğru cavab 10 olmalıdır. 12-yə baxaq. Dünən elə bu suala baxmışdıq. Gəlin bu sualla elə davam edək. 12-yə baxaq zəhmət olmasa. Az buna bax yaz. Səslərə nəzarət edək. Gəlin baxaq. 12-35%-lər. Diqqətlə qulaq asaq. Birinci qabda şəkər su. Şəkər 20-dir. Baxın yazıram. 20 şəkər, su nə qədərdir? 40 da sudur. İkinci qabda 10 şəkər, su nə qədərdir? 30 da sudur. Sonra üçüncü qabda şəkər 40-dır. Deməli 40 şəkər, su da 60-dır, 60 da su. Mənə adam şərtdə deyir ki, faizlə miqdarı istəyir məndən. Baxın, mən faizlə miqdarı tapmalıyam. Necə tapacam? Daha doğrusu deyir ki, qarışdırıram. Qarışdırıramsa, neçə faizi şəkər alınır. Şəkərin faizlə miqdarını hesablamaq üçün maddə, yəni şəkərin ümumi miqdarını 20, 10, 30, 70. 70-i böləcəm ümumi məhlula. Ümumi məhlulumda su bizə 40 idi. Bunu 40 eləyək. Ümumi də bunların üçünün cəmidir da ümumi məhlulum. 100 budur. 40 budur. 140. 60 da budur. 200. 70 böl ümumi məhlul vur 100. Bu da bərabərdir 35%. Doğru cavab. Məncə gözəl bir sualdır və bu tip sual məsələn gələ bilər, ətraflıya gələ bilər və yaxud açığa gələ bilər. 12-də 35, 12 sual eyni. Bəli. 35 yazanlar kimlər idi? Aydan xanım Rəcəbova, Nərmin, bir də Nuray. Baxaq görək zəhmət olmasa aydın olmayan nəsə varmı? Davam edək. 13-cü sualla davam edək. Baxaq 13-cü suala.
Nömrələri yazaq zəhmət olmaz uşaqlar. Mən bilim ki, hansı sualdır. Nömrələri mütləq qeyd edin. Gəlin baxaq suala. Nihat və Amidin işlədiyi günlər və hazırladığı detalların sayı verilmişdir. Bayaqkı sualdandır da uşaqlar. Məsələn, Nihat 6 gündə 45-in hazırlayırsa, 54-ün daha doğrusu. Bu bir gündə hazırlayacaq. Neçəsinin 54 6-ya böləndə 9. Amid deməli 8 gündə 40-ın hazırlayırsa, bir gündə hazırlayacaq 5-in. 9 ilə 5-i toplayıram. Nə eləyir məndə? 14. Və 84 detaldan söhbət gedir da bizdə. 84 detalı bölürəm 14-ə. Nə düşəcək? 6. 13-də doğru cavab 6. Zəhmət olmasa hamı baxsın. Sonra 14 nömrəli tapşırığa baxaq. Bu da qəşəng sualdır. Bu da açıq sualdır. 14-ə baxaq zəhmət olmasa. Davam edək. Deməli, 2 saatda 18 litr axırsa, 1 saatda axacaq 9 litr. Belə, 1 saatda axacaq 9 litr. Sonra 3 saatda 15 litrdirsə, daha doğrusu 1 saatda olacaq 15 söhbəcən 5. Yəni mənə adam deyir ki, baxın, zamana görə dəyişməsi verilib. A kranını doldurmaq üçündür, boşaltmaq üçündür, B kranı da boşaltmaq üçündür. Ona görə bir-birindən çıxacam. 9-dan 5-ini çıxıram 4. Və bu 9 saat açıq qalırsa, 4-ü vururam 9-a bərabərdə 36 litr su gedəcək. 36 litr də gedəndən sonra deyir ki, neçə faizi dolmuş olar? 36-nı bölürəm məsələn mən bunu cavab 36-dır. Niyə 36-dır? Çünki dolanı bölürəm ümumi 100 litr idi da bu. Vururam 100%-ə. Ona görə burdan 36 alıram mən. Buna görədir cavab 36 olması. Baxaq zəhmət olmasa görə aydın olmayan nəsə varmı? Müəllim, sual verə bilərəm. Buyurun. Biz hovuz məsələlərində 1 bölək kimi yazmırıq. Burada ehtiyac yoxdur ona. Bəli. Burada ona ehtiyac yoxdur. 14-də 36 yazan Zeynəb. Sonra Zəhra. Maşallah Zəhra 10-cu sinif əla. Bir də Bəşir. Tamamilə doğrudur. Sizin adınız məşhur olacaq. Yəni bütün PDF qruplarına atacağam da. Bir də başdan başa salım. 2 saatda 18 isə 1 saatda 9 litr su axır. Doldurur yəni A kranı. B kranı 3 saatda 15 litr axırsa, 1 saatda 5 litr. Biri doldurur, biri boşaldır deyə çıxırıq və ümumi 36. O olur 4 və bu da deyir 9 saat açıq qalıb. 9 saat açıq qaldığına görə 36 ümumi su gedir. Və neçə faizi dolmuş olar? 36 litr gedib, ümumidə 100 litrdir. 36 bölü 100 vur 100. Yəni 100 böldüyüm 100 bu 100-dür, vurduğum 100 də faizin 100-üdür. Belə. Sonra şablon sualdır bu. Cavabını bəlkə də əzbərləmisiniz. 15-ə baxaq. Screen eləməyə ehtiyac yoxdur. Bütün hər yerdə bunu paylaşacağam. Yəni PDF-i də paylaşacağam, hər bir şeydə paylaşacağam. Həm təmiz formasını paylaşacağam, həm də yazılı formasını. Yəni narahat olmayın ondan.
Gəlin başlayaq. Uşaqlar, diqqətlə qulaq asırıq. Səsim aydın eşidilirmi? Bir dənə bu haqda mənə məlumat verin, zəhmət olmasa. Aydın gəlirsə davam edək. Salam müəllim, necəsiz? Bəli, səssiz gəlir. Sağ ol. Sən necəsən? Təşəkkür edirəm. Yaxşı ol inşallah. Deməli, bizə deyir ki, kəsirini tam ixtisar edildi, bunu alır. Ümumiyyətlə, mən bunu belə yaza bilərəm. Deməli, əkop. X, Y üstü 5 ümumi bərabərdir 7 üstü 10. 7 üstü 10 da mən 7 üstü 5'in kvadratı yaza bilərəm. Və yaxud da 7'nin kvadratı üstü 5 yaza bilərəm. Buradan 5'ləri atsam, olur əkop X, Y bərabərdir 7'nin kvadratı. Bu da 49. Baxın, kəsirini tam ixtisar edildikdən sonra bu alınır. Bu o deməkdir ki, X ilə Y qarşılıqlı sadədir. Yəni, tam ixtisardan sonra alınır o deməkdir ki, yəni qarşılıqlı sadə olmalıdır. İndi X ilə Y qarşılıqlı sadədir. Birinə 49 deyəcəm, birinə 1. Amma hansına 49 deyəcəm? Bu kəsirə fikir verirəmsə, bunun məxrəci daha böyükdür. Məxrəci daha böyükdür deyə Y-ə 49 verəcəm, X-ə 1. Gətirək yazaq yerinə. Bəlkə də bu sualı həmişə həll edəmsiniz, bəzi yoldaşları nəzərdə tuturam. Ümumiyyətlə, başa düşmədiyiniz bir sualdır. Ona görə daha geniş bir izah verirəm sizin üçün. Sarpaz vursam 49T üstə gələk 98 bərabərdir 100T üstə gələk 47. 100T plus 47. Buradan deməli nə alıram? 51T bərabərdir 51. T-ni də alıram 1. Buradan da bizə üçünün cəmin istəyir. O zaman cavabımız olacaq X üstə gələk Y üstə gələk T bərabərdir 51. Doğru cavabdır. Belə. Baxın, zəhmət olmasa görə aydın olmayan nəsə varmı? Görək kimlər düz yazmışdı bu sualı. 51 yazan yoldaşlar. 15-ci sualdır da bu, bəli. Birinci yazıb N baxışa var, bilmədim. Ona görə belə də yazıram. Siz suala baxın, ona qədər mən adları qeyd edeyim. Sonra Bəşir Aydan və Aydan. Bu da belə. Davam edək. Salam, dərsin kaydı göndəriləcəkmi? Bəli, göndəriləcək. Niyə 49 oldu? Ona görə ki, X ilə Y qarşılıqlı sadədir. 49 ilə 1-in də əbobu bizə 49'u verir. Qarşılıqlı sadə ədədlərdən söhbət gedir. Belə. Davam edək 16 nömrəli tapşırıqla. 16'ya baxaq zəhmət olmasa. Nömrələri qeyd eləyin ki, mən bilim. Zəhmət olmasa. Baxaq 16'ya. Yaxşı, gəlin. Baxaq görək burada bizə nə demək istəyir.
Baxın, deyir ki, M-in hansı qiymətində qalıq ən böyük olar? Ümumiyyətlə, biz gəlin M-i tapaq buradan. M bərabərdir qalıqlı bölmənin x hissəsi. Qalıq vurulsun, deməli, bunu belə də biz yaza bilərik də. Belə də yazanda da eyni qayda dəyişməyəcək. Yəni, buradan M belə yazanda daha yaxşı görünür. M bərabərdir 9 vurulsun 7 plus N. Bərabərdir 63 plus N. M-in ən böyüsü N-nin ən böyüyü. N da ən böyük burada 8 ola bilər. M bərabərdir 63 üstə gələk 8. Da bərabərdir 71. İndi orada ürəyincə, müəllim, niyə 8 oldu? Çünki sən 6-cı sinif ya 5-ci sinif aşağı sinifdə də ola bilər. Keçmisən ki, qalıq böləndən kiçik olmalıdır. Bu şərtə görə M maksimum 8 ola bilər. Və biz də burada təbii ki, natural ədədlərdən söhbət gedir deyə N maksimum 8 ola bilər və doğru cavab da 71 olacaq. 16-da doğru cavab 71. 71 yazan ilklərə baxaq. Bəşir. Siz suala baxın görək, aydın olmayan nəsə varmı? Gülşən. Və N Baxışova. Bayaqçı xanımdır yəqin ki. Belə. Sonra 17 nömrə tapşırıq, zəhmət olmasa. Hə, tamam, problem yoxdur. Rəqəm sürüşdü. Ola bilər. Şah Namazov. Adını da qeyd edeyim, yaxşı. Nömrələri yazın, mütləq nömrələri qeyd edin uşaqlar ki, mən bilim ki, hansı suala cavab yazırsınız. Gəlin baxaq. Deməli, bu 6 detalı 15 manat, 6 detalı 15 manat ödəyirsə, 14 detalı nə qədər ödəyəcək? X manat. Təbii ki, detalın sayı artdıqca məbləğ artır deyə mən bunu çarpaz vururam. 6x bərabərdir 14 vur 15. Nə eləyəcək? 14 vur 15 bölünsün 6. 35 olar da. 13 6. 13 nədir? Hə, əvvəlki mesajlara qayıtmışam. X də bərabərdir 35. Bəli, baxaq zəhmət olmasa görək aydın olmayan nəsə varmı? Nömrələri qeyd edin. D variantıdır. Nömrələri qeyd edin. Birinci, deməli, Şah Namazov. Belə şah kimi qeyd edəcəm. Sonra, əslində sadə bir sualdır. Yəni, tənasübdür da bildiyimiz. Nərmin Hüseynova. Nərmin və Zəhra. Davam edək. Sonra burada başqa var idi mi? Yoxdur. Keçdik. 18 nömrə tapşırıq. Baxaq zəhmət olmasa.
Deməli, C ən kiçik sadə ədəddir. Düşünürəm ki, bəzi yoldaşlar C-nin yerinə 1 yazmağa ağıllarına gəlir, amma 1 yazmırıq. C ən kiçik sadə ədəd. Uşaqlar, ən kiçik sadə ədəd nədir? Rəyləri bir aktivləşdirək. Ən kiçik sadə ədəd. Bəli. 2-dir. Ən kiçik sadə ədəd 2-dir. Ona görə biz 2 yazacağıq. Deməli 2 bölünsün 5 minus k və adam da mənə deyir ki, artıq 2021-ə keçdik bu arada. Adam da mənə deyir ki, 17-ci sual neçəncidir? Yəni 17-dən keçmişik 2020-yə. Artıq 16 dənə 2020-dən suala baxdıq bu arada. Bizə deyir ki, düzgün kəsir. Düzgün kəsirdə biz təbii ki, məxrəci böyük götürürük. 5 minus k böyükdür 2-dən. Buradan da k kiçikdir 7-dən. Daha doğrusu k kiçikdir 3-dən. Doğru cavab A variantı. Bəli, biri nə sadədir, nə mürəkkəb. Tamamilə haqlısınız, doğrudur. Deməli, A variantı doğru cavabdır. Bəli. Bu da belə. Buna cavab yazmıram, sadə idi. 19-a baxaq, zəhmət olmasa. 19-a baxaq. Deməli, Qadir 40 kilometr yolun 30%-ni getdikdən sonra daha neçə kilometr getməlidir ki, yolun sonuna çatsın. Yəni yol bitsin deməkdir də. 30%-ni gedirsə, 40-ın 30%-ni tapıram. Böl 100 bərabərdir 12. Bu 12-ni gedib. Yolun da sonuna çatmaq üçün 40-dan 12-ni çıxıram, bərabərdir 28. 28-ində getməlidir. Səslərə nəzarət eləyək, zəhmət olmasa yoldaşlar. A variantı sadə bir sual idi, yazmıram. 20-yə baxaq. 20-yə baxaq, zəhmət olmasa. Mhm. 3 ardıcıl natural ədədin cəmi 66-dır. Bu ədədlərin ən böyüyü. Əjdalar, bunu sizin üçün sadə bir yolla yazacağam. Yəni biraz sadə formaya salacağıq bunu. Baxın, əslində bu biraz ibtidai oldu. 21-in hə. Baxın, 3 ardıcıl natural ədəd deyir. 66-nı bölürəm 3-ə. Nə düşür? 22, düzdür. Və bunu belə də tapa bilərəm. 22 23, 22, 22, 22, düzdür. 3 ardıcıl natural ədəd olması üçün bundan birini verirəm buna. Bu olur 21. Bunu olduğu kimi saxlayıram. Bu da olur 23. Fikir verin. O belə daha sadədir. Ən böyüyü ilə ən kiçiyinin hasili. Ən böyüyü 23-dür, ən kiçiyi 21-dir. 23-ü də 21-ə vuranda 483. Kim belə yazmışdı? Kim tənliklə yazmışdı? Belə yazan var idi, aşağılar. Qeyd eləyin rəy bölməsinə görək. Mən tənlik. Aha. Düzdür, tənliklə də yaza bilərsən, amma belə daha qısa deyilmi sizcə də?
Bəli, tənliklə birinə deyərsən n, birinə deyərsən n plus 1, birinə də deyərsən n plus 2, cəmin bərabər eləyə bilərsən, bəli. Belə də yazmaq olar. Heç bir problem yoxdur. Sonra 21-ə baxaq. 21 artıq biraz maraqlı sualdır. Baxaq 21-ə zəhmət olmasa. Gəlin baxaq suala. Deyir ki, idman mağazasında olan kimsə qoşulmaq istəyir. Deyir, idman malları mağazasında Əbdülrəhman, bu boyda adı bura nə ehtiyac var imiş görən. Hər birinin qiyməti 600 manat olan velosiped satışını həyata keçirir. 2 velosiped alan, yəni zülmdür bu qədər adı neysən? Bir dənə qısa adı yaz dursun da orada. Yəni məqsədin adı yazmaqdır da hansısa. Hər birinin qiyməti 600 manat olan velosiped satışını həyata keçirir. Adi həyatı bir məsələdir uşaqlar. 600 manat olan hər birinin qiyməti 600 manat. Velosiped 600 manat vermək özü bir məharətdir. Həyata keçir. 2 velosiped alanı ikinci velosiped 80% endirir. Baxın. Sən bir dənə velosiped alırsan. Bizə adam şərtdə deyir ki, 2 velosiped alana ikinci velosiped 80% endirim edilir. Birinciyə nə qədər ödəyirsən? 800 manat. Yəni birinci getmirsən mağazaya, bir dənə velosiped alsan 800 ödəyirsən. İkincini alanda artıq sənə 80% endirim eləyir. Yəni 600 manatın 800 nə olur bu? 600 manat. 600 manatın 80%-ni tapıram. Böl 100. Bu da bərabərdir 480. Yəni bu 480 manat. Siz nə yazmısınız ümumiyyətlə cavablara? 720. Hə. 680 manat endirim eləyirsə, 600-dən çıxıram 400, daha doğrusu 480 manat endirim eləyir. 480 çıxıram olur 120. Deməli birinciyə verəcəm 600, ikinciyə verəcəm 120, ümumi 720 manat verəcəm. Əbdülrəhman kişi 720 manat pul verəcək. Belə. Birinci. Deməli. Baxın görək qaranlıq qalan nəsə varmı? Bu faiz məsələləri düşür ha. Şah Namazov, xaş edirəm adı qeyd edeyim də. Bəşir. Rəsmiyə. Yeni adlar. Belə. Davam edirəm 22-ci sualla. Seyhun müəllim. Aha. 22. Hə, 22-ci sual gözəl bir sualdır. Baxaq zəhmət olması 22-yə. Yox, elə bildim faiz məsələsidir. Sadə sual imiş. Bir faiz məsələmiz var idi qrafiklə. Elə bildim odur. Baxın zəhmət olmasa. 2021-də düşmüş bir sualdır. Səslərə nəzarət eləyək zəhmət olmasa. Nömrələrin yazın Gülşən, nömrələrin yazın misalın. Deyir ki, nəsə bu qrupda olan
Başına baxaq da. Cədvəldə ingilis dili kursunun ümumi biliklər və ITS qruplarında iştirak edən qız və oğlanların sayı verilib. Qızların sayı ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsidir? Bu tənliklər sistemi ilə bağlı olan bir sualdır əslində. Deməli, gəlin ümumi baxaq. 3y üstə gələk 6x bərabərdir 90. Əslində bunu naturalda verməyim biraz düzgün olmadı. Yəni, çünki bu biraz tənliklər sistemi ilə bağlı bir mövzudur. Düzdür. Yəni, sualın adonluğu iyi gəlirdi. Ona görə dedim burada verim, amma düzgün olmadı. Bunu çıxartmaq lazımdır. Və ya da tənliklər sistemində siz bilirsiniz, onsuz ki. Deməli, 3y üstə gələk 6x bərabərdir 90. Eyni zamanda 3y üstə gələk 3x bərabərdir 60. Tərəf-tərəfə çıxsam 3x bərabərdir 30, x-i alıram 10. X 10-dursa bu olur 30, bu olur 60, bu olur deməli 10. Bu da olur x 10-dursa, bir dəqiqə. Səhv yazdım. Y-i də tapaq da biz burada. Y də 10 olacaq o zaman. Hə, düz yazırdım elə. 30, 60, 10. Bizə deyir ki, ITS qrupundakı qızların sayı. Qızların sayı budur da. 10 bölünsün. Ümumi biliklərdə oğlanlarda budur. 30. Hansı hissəsini təşkil edir? 10 böl 30. Siz nə yazmısınız? 30 nədir uşaqlar? 3də 1 hissəsi. 3də 1-dir cavab. 30 nədir? Mən başa düşə bilmədim. 30 nə deməkdir? Mən anlamadım. 30-u hardan almısınız siz? Bir dənə mənə bir məntiqi açıqlama verin görə. Bu 30 hardan gəldi? Cavab 3də 1 deyil ki, burada. Bəli, 3də 1-dir. Bir doğru cavabımız var deyəsən. Biri Seyhun yazıram, qeyd edirəm. Sonra görək doğru cavabımız varmı? Varmı? Rafiq. Tapdım. 0.13 yox, 3də 1 olmalı. Ekran sadəcə məndə görünmür. Uşaqlar, ekranda bir problem varmı? Bir dənə ekranda bir problem varmı? Bu haqda bir danışaq. Görünür, bəli. Bir neçə nəfərdə görünürsə, o zaman mənlik deyil. Baxaq 23-ə. 23-ə baxaq zəhmət olmasa. Uşaqlar, bunun sadə bir yolu var. Sadə yolu nədir əslində? Sadə yolu odur ki, biri 80%, digər 60% isə ortağı tapmaq üçün bunları toplayaram və 100-dən çıxaram. 140 çıxılsın 100, bu da bərabərdir 40. Yəni, qısa yolu budur. Bu tiplərdə hər zaman bu qayda ilə yaza bilərsən. Amma bu xoşuna gəlmirsə, tənlik qurmaqla da yaza bilərsən. Bu olsun ingilis, bu da olsun fransız. Bura yazaram x, ingilis 80 isə bura yazacam 80 çıx x, bura da yazacam 60 çıx x. Bu ümumi təbii ki, biz bilirik ki, ümumi bizə nə verir? 100%-dir. Yəni, elirvin birləşmə 100%-dir. X-lər, əslində bu buradan gəlir. Bu yazdığım buradan gəlir. X də bərabərdir 40. Belə də baxa bilərsən, yəni. Sonra 24 nömrəli tapşırığa baxaq, zəhmət olmasa.
Gəlin baxaq suala. Gəlin baxaq suala. Diqqətlə qulaq asaq. Deməli, birinci çəndən deyir 200 kub metr su, ikinci çəndən də 112 kub metr su var. Deməli, tutaq ki, müəyyən bir x saat keçir. X saat keçirsə, x saat sonra birincidən y kub santimetr su axır. İkincidən də y çıx 22. Niyə? Çünki mənə deyir ki, birinci çəndən ikinciyə nisbətən saatda, 1 saatda 22 kub metr çox su tökülür. Yəni birinci çəndən ikinci çənə nisbətən saatda 22 kub metr çox su tökülürsə, birinci çəndən ikinci çənə. Onda birinci y demişəmsə, ikinci olacaq y minus 22. Və biz burada tənliyimizi quracağıq. Tənliyimizi necə quracağıq? Birinci çəndə 200-dür. Birincidən çıxıram x saat sonra birincidən y qədərdirsə, xy və bu birinci çəndə 200-dürsə, birinci çəndə mən ikinci çənə tökürəmsə, o zaman ikinci çəndə 112 minus deməli, x vurulsun, y minus 22. Çünki y saat sonra deyir bizə. Daha doğrusu y minus 22 saat sonra. X saat sonra y minus 22 kub metr su gedəcək. 200 minus xy bərabərdir 112 çıxılsın xy plus 22x. Buradan deməli, xy-lər gedir. 22x bərabərdir 8, 88 x-ə bərabərdir 4 doğru cavabdır. Sual çoxdur, 55 sualdır. İndi sizdən asılıdır. İstəsəz hamısına baxarıq, istəsəz bir hissəsinə baxarıq. Belə. Davam edək. Deməli, buna düzgün cavab var idi mi? Bəli. Seyhun. Sonra Nəzrin, Gülşən. Nəzrin və Gülşən. Belə. 24-cü sual. Keçdim 25-ə. Baxın, zəhmət olmasa 25-ə. Olar, baxarıq. 30-a qədər baxaq, qalanına da növbəti dərs baxarıq. Heç bir problem yoxdur. 18-dir. Olar. Hı, 25-ə baxaq. Cavab yoxdur. Niyə? Çətin sualdır. Gəlin baxaq. 3 ədədin cəmi 30-dur. İkinci ədəd, birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Deməli, birinci ədəd ikinci birincidən 4 dəfə böyükdür. İkinci birincidən 4 dəfə böyükdür. 4x, x. Üçüncü ədəddən isə 6 vahid böyükdür. Deməli, ikinci ədəd üçüncüdən 6 vahid böyükdür. Üçüncü 6 vahid kiçik olmalıdır.
və bunların bizə cəmini istəyir. X plus 4x üstə gələr x minus 6 bərabərdir 30-a. 6x bərabərdir 36-ya. 36-ya. X də bərabərdir 6-ya. O zaman bu olur 6, bu olur 24. X 6 ola bilməz. Axı, nəyə səhv yazıq biz burada? İkinci ədəd birincidən 4 dəfə böyükdür. Mənim üçüncü ədəd 4x minus 6 olmalıydı. İkinci ədəd, hə bu 4x olmalıydı da, bəli. 4x minus 6 düzdür. 4, 4, 8, 9x bərabərdir 36. X də bərabərdir 4-ə. Bu olur 4, bu olur 16. Bu da olur 10. 640 olur. Da aşağılar onda 3-ün hasili. Bu da belə. 640 doğru cavabdır. Bəli. Kimə nə aydın olmadı buyursun. Və Seyhun, Zəhra, Nuray. Bu da belə. 25. Keçdik 26-ya. 26-cı suala baxaq zəhmət olmasa. Əslində bayaqçı sualdandır. Fikir verin, bunu izah eləməyəcəm. Uşaqlar, baxın. Əvvəlki illərin qəbulların işləməyin faydası babadır, bax. Eyni sualdır. 2022-də də düşmüşdü. Bir də nə vaxt düşmüşdü? 2020-də də düşmüşdü. Ona görə nə edirik? Əvvəlki illəri mütləq işləyirik. Əvvəlki il 2020-2025 arası da kanalda var. Belə, 27-yə baxaq. Bayaq baxdıq, ehtiyac yoxdur 26-ya. 27-yə baxaq. Eyni sualdır, eyni tipdir yəni. Aha, baxaq suala. İki fərqlə birlikdə işi 6 saata görür. Birinci fəhlə işi ikincidən 9 saat ləh görür. Bu olsun birinci fəhlə, bu da olsun ikinci fəhlə. Deməli, iki fəhlə birlikdə işi 6 saata görür. Birinci fəhlə 9 saat ləh görür. Tutaq ki, bu x saata görürsə, bu x minus 9 saata görəcək. Niyə görə? Birinci fəhlə 9 saat ləh görür, o demək ki, 9 saat gec görür. Onu ikinci fəhlə 9 saat tez görəcək anlamına gəlir. İkisi bir yerdə 1 bölü x üstə gələk 1 bölü x minus 9 bərabərdir 6-ya. Bunu həll eləyək, görək buradan bizə nə verəcək cavab. İki fəhlə birlikdə işi 6 saata görür. Birinci fəhlə ikincidən 9 saat ləh görür. Nəysə elədik ki, burada? Təhlikdə neçə saatdır? Bu 6-da 1 kimi yazılır da bu. Bu form bizə nə deyir? Birinci fəhlə işi ikincidən birinci fəhlə təhlikdə neçə saata görər? Bircə saniyə, bunun cavabını görək bizdə necə veribdir. Siz 3 almışsınız. 3 yox, səhv almışsınız ya uşaqlar. 3 deyil axı cavab. Niyə 3 olur ki? 3 deyil cavab.
3 deyəcək. Belə olmalıdır bu. Niyə 3 olsun ki? 2 fəhlə birlikdə 6 sadə görür. 2 fəhlə birlikdə 6 sadə görür. Bunlar ikisi birlikdə. Lap istəyirsiniz bunu belə də yaza bilərik. İkisi bir yerdə bu 6 sadə görür. Yəni birincinin 1 saatda gördük, üstə gəl ikincinin 1 saatda gördük, bərabərdə ikisinin bir yerdə 1 saatda gördük işə. Yəni 6-da 1-ə. Bu da rasional tənlikdir. Buradan birini alacaqsan 3, birini alacaqsan 18. Ta həll eləmək sizlik olsun. Çünki sadə tənlikdir. 3 ola bilməz. Çünki 3 qoyanda mənfi olur. X-in yerinə 18 qoyacam. Bu olur 18 sadə, bu olur 9 sadə. Düzdürmü? Və birinci fərqdə 18 sadə. Yaxşı, indi gəlin biz tapaq ki, baxın, belə baxaq. Məsələn, birinci fərqdə 18 sadə, ikinci fərqdə 9 sadə. Deyir, ikisi birlikdə neçə sadə görər? Gəlin bunların 1 saatda gördüyü işi toplayaq. Görək həqiqətən 6-ya bərabər olacaqmı? 18-də 1 üstə gələk. 18-də 2 bərabərdir 18-də 3. 6-da 1-dirsə, deməli nədir? 6 sadə görəcək. Birinci fəhlə xeyr. Birinci fəhlə ləh görürsə, yəni daha gec sadə görəcək. Bunu belə də yaza bilərsən. Ben bunlar bir dənə sual vereyim. Belə də ola bilər. Bir dənə fikrimi yekunlaşdırım, verərsən. Məsələn, x üstə gələk bu formada da ola bilər. Bunun önəmi yoxdur. Belə, amma bizdə təbii ki, onun fərqi yoxdur. İndi mən belə yazdım. Belə də olar. Həqiqətən də bu 1 saatda gördükdə ikisi bir yerdə, deməli ikisi bir yerdə 6 sadə görəcək. Həqiqətən də bu doğrudur. 6 sadə görür. Yəni şəkildə də misal cavab görünür. Bax, buyur. Burada birinci fəhlədə ikinci fəhlədən 9 saat lənçdə, yəni gecdirsə, onda birinciyə 18, ikinciyə 9 nətər, o 9 saat gec olur axı. İkinciyə biz birinci bir fəhlə üstünə 9 saat ləh görür də, gec görür. Sən 10 saata görürsən, yoldaşın səndən 2 saat ləh görürsə, neçə saata görəcək? 12 saata görmür. bildim, Ləh başa gec düşdüm. deməkdir da. Bildim, başa düşdüm. Yaxşı, sağ ol. Buyurun. 28-ci suala baxaq. Bu da gecənin jackpotu olsun sizə. Bəli. Faizi ədədə çevirəndə 100-ə bölmək lazımdır. 1,75 doğru cavabdır. Bəli. Sonra 29 nömrəli tapşırıq zəhmət olmasa. Baxaq 29-a. 29 nömrəli tapşırığa baxaq. Deyir ki, A və B ədədlər müxtəlif sadə vuruqları verilmişdir. Əbab AB 441-dir. A nədir bizdə? Gəlin A-nı, B-ni yazaq da biz burada. Deməli, A bərabərdir. A bərabərdir. Bu A-dır da bizdə 3 üstü 6. B bərabər 3 üstü 6 vurulsun. K üstü bu A-dır da bizdə 2. K üstü 2. B bərabərdir. Deməli, bu da B-dir bizdə. 2. Deməli, 3 üstü 2 vurulsun K üstü, bu da B-dir da 7. Və bunların mən əbobunu tapan zaman uşaqlar, təbii ki, əbob ortaqlar götürülür. 3-ün kvadratı. Bir də indi biz K-ları nəzərə eləməliyik. K-nı biz X üstü K üstü bu 7 olmalıdır. K kvadratı K üstü 7 ortaq K kvadratı.
İndi mən məcbur artıq burada 441-i ayıracağam. 441-ə baxacağam. Yəni 441 ayıraq sadə vuruqlara. 441-i sadə vuruqlarına ayırsam, 441 nəyə bölünür? 3-ə bölünür. Nə düşür 441-i 3-ə böləndə? 147. Bu da yəqin ki 3-ə bölünər. 7-yə də bölünər əslində, 3-ə də bölünər. 49. 49 da təbii ki 7-nin kvadratıdır. Deməli, bu nəyə bərabərdir? 441-ə. 441 nədir bizdə? 3-ün kvadratı və 7-nin kvadratı. K üstü 3-ün kvadratı zaten bu hissələr bərabərdir. Deməli, buradan avtomatik K-nın 7 olduğunu alıram da mən. K üstü 2 olmalıdır bu. K-nın 7 olduğunu alıram. Baxaq zəhmət olmasa. Məsələn, qəşəng sual idi. Məsələn, bunda cavab yazan yoldaşlar. Bəşir, Seyhun, Zəhra. Yazmaq olar. Hamı baxsın görək, aydın olmayan nəsə varmı? Bu da belə. Mən kanonik şəkildə yazıb həll etdim. Necə həll eləmisənsə, əsas o da həll eləmisən. Tamamilə doğrudur. 30-cu sualla davam edək. Daha bir qrafik sualı. Buna baxaq uşaqlar. Son olaraq buna baxaq. Gecdir artıq. İnşallah növbəti dərsimiz, yəni növbəti həftə olacaq. Ya da bu həftə ərzində inanmıram, çünki növbəti həftə vaxt problemi olur. Yəqin ki, növbəti həftənin 6-cı günü olar. Belə, bir dənə 30-a baxaq. Səsim də tutuldu. Yaxşı, gəlin baxaq. Burada hər bir şey açıq-açığına verilibdir. Yəni, hər biri məlumat var. Deməli, A bərabərdir. Biz baxsaq, bu A-da 3 üstü 6-dır. 3 üstü 6-dır. Sonra bir də 7 üstü 3-dür. Vur 7 üstü 3. B bərabərdir. B bərabərdir. B də budur da bizdə. 3 üstü 5 və 7 üstü 6. Mən bu ikisinin əkobunu tapan zaman əkob ən yüksəyə götürülür. 3 üstü 6 və 7 üstü 6. Bu əkobdur. İndi C-ni işə salaq. C-ni işə salaq. Deməli, B bərabərdir 3 üstü 5, 7 üstü 6. O zaman C bizdə nə olacaq? C-yə baxaq. C də bərabərdir. C də buydu da bizdə. 3 üstü 4 və 7 üstü 7. 3 üstü 4, 7 üstü 7. Və bura sən diqqətlə fikir versən, bunların da əbobunu istəyir artıq. Artıq bunların əbob ortaqdır da. 3 üstü 5, 3 üstü 4, 3 üstü 4, 7 üstü 6, 7 üstü 7, 7 üstü 6. Bu da belə. İndi gətirək kəsrdə yerinə yazaq. Yuxarı 3 üstü 6, 7 üstü 6-dır. Aşağı da 3 üstü 4, 7 üstü 6 idi da, bəli. 7 üstü 6'lar gedir. 3'ün kvadratı bu da bərabərdir 9'a. Doğru cavab 9. Siz nə almışsınız uşaqlar? 9 olmalıdır cavab. Deməli, Bəşir, sonra Nuray, və 9 yazanlar. Bir də Seyhun. Belə.
Uşaqlar, baxın görək aydın olmayan nəsə varsa deyin, baxaq. Bu arada bunun PDF-ini hələ ki paylaşmayacağam o zaman. Çünki bizim 25 sualımız qalır və bu 25 sualı biz növbəti dərslərdə cavablayandan 3-ün kvadratı hardan gəlir? 3 üstü 6-nı 3 üstü 4-ə böldüm də. Əsaslar bərabər olanda bölürəm, düzlər çıxılır. Deməli, bunun PDF-ini inşallah o 25 sual, baxın burada bundakı fraqman kimi göstərim sizə. Yəni burada görürsüz ki 2025-ə qədər var və qeyd edeyim ki, bunun digər illərin də mən digər mövzularını da düzəldəcəm inşallah. Onları da paylaşacağam. Belə, təşəkkür edirəm hər birinizə qoşulduğunuz üçün, dəyərli vaxtınızı ayırdığınız üçün. Hər birinizə inşallah uğurlar arzu edirəm imtahanlarda, sınaqlarda, qəbullarda, həyatda. Allahın izni ilə növbəti dərslərdə görüşərik. Videonu yükləyəcəm YouTube-a və hər biriniz öz fikrinizi bildirərsiniz. Oldu. Gecəniz xeyrə qalsın, salamat.